Hə, siz gələndə nə idi şikayətiniz? Göründü dəli kimi idim də, nə şikayət, baxmadın, görmədin, nə vəziyyətdəyim. Aha, indi sənin dilindən eşitmək istəyirəm. Nə idi şikayətiniz? Şikayətim budur ki, 2 il olanda mən təmiz özümü itirmişdim. Yola getmirdiniz? Yola getmirdim heç kəslə. İstəmirdim ki, heç kəs, həqiqətən. Kapriz olmuşdu. Çox kaprizlənmişdi, Kaprizm, danışırdı, ağrılarınız var idi. Ağrıyırdım, ağrılarım çox idi. Aha. Ağrıydı kafanın gözüne. Nə bilim, yuxu yata bilmirdim. Yuxu pozulmuşdu, ağlama var idi, fikirlər çox idi başınızda. Pis fikirlər. Çox. Aha. Ölüm qorxusu gəlirdi. Qorxmurdum ki. Qorxmurdunuz? Hə, deyirdim öləm, bunlara görə deyirdim, yox, yaşayım uşaq yazıqdır. Bunu çəkir, mən nə tərəfim. Yenə dəfələrin olur ki, az qalmışam özüm öldüm. Hə. İndi şükür Allaha yaxşısınız. Yox, yaxşıyam, Allaha şükür, indi bax, pişirirəm, evdə oturan deyiləm. Hardan gəlmisiniz? Mən Qarabağdan gəlmişəm. Burada da oluram, orada da oluram. Orada olursunuz. Hə, şükür Allaha, həqiqətən mən də fərqi görürəm ki, Çox fərq.